Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev, hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün, yəni MİQ imtahanlarına hazırlaşan ibtidai sinif müəllimləri üçün növbəti sınav suallarımızın izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Eyni zamanda MİQ və sertifikasiya hazırlaşan ibtidai sinif müəllimləri bizim həm dərs qruplarından, həm də sınaq qruplarımızdan yararlana bilərlər. Sınaq qruplarımız bir dəfə ödəniş etməklə hər gün sınaqlardan yararlana biləcəksiniz. 100-dən çox sınaq sualları qarşımıza çıxacaq və hər birinin də video izahı verilmiş olacaq. Əlaqə üçün 051 644 31 54 nömrəsinə yazaraq ətraflı məlumat əldə edə bilərsiniz. Keçək suallarımıza. İlk sualımız belədir ki, 150 ədədinin natural bölənlərinin neçəsi sadə deyil? Birinci 150 ədədinin natural bölənlərinin sayını tapaq. 150 bölünsün 2-dən başlayırıq. 2-yə bölürük 75. 2-yə bölünmür, 3-ə bölünür 25. 3-ə bölünmür, 5-ə bölünür 5. 5-ə bir dəfə. Deməli, indi baxaq. Aşağıdan yazıram. 2-dən 1 dənədir. 3-dən 1 dənədir. 5-dən 2 dənədir. Biz bilirik ki, bu tiplərdə qüvvət üslərinin üzərinə 1 gəlirik. Yəni, bunların üzərinə 1 gələcək. 1-in üzərinə 1 gəlsə 2. 1-in üzərinə 1 gəlsə 2. 2-nin üzərinə 1 gəlsə 3. Hasilini tapırıq. 2 üçün 4, 4 üçün 12. Natural bölənlərin sayı 12 oldu. İndi sadə neçəsi sadə deyil? Neçəsi sadə deyilsə, buradan baxıram 1, 2, 3. Bunlar sadə olanların çıxacam. 12-dən 3 dənəni çıxırıq, qalır 9. Cavabımız olacaq C variantı. Növbəti sual 2 nömrəli sualdır. 2 nömrəli sualda nədir? 196 böl 7 kiçikdir 3x plus 2-dən, o da kiçikdir 304 böl 8 bərabərsizliyini ödəyən mümkün natural ədədlərin cəminin 6/1 hissəsini tapın. İlk öncə biz 196-nı bölməliyik 7-yə. Bu bizə verir 28 kiçikdir 3x plus 2. O da kiçikdir 304'ü bölsək 8-ə 38. 38. Və hər tərəfdən 2 çıxsaq 26 kiçikdir 3x-dən, o da kiçikdir 36-dan. Hər tərəfi 3-ə bölsək, bu düşəcək 8,6 kiçikdir x-dən, o da kiçikdir 12-dən. 8-dən böyük, 12-dən kiçik natural ədədləri yazacağıq. 9, 10, 11. Və bunların cəmi bizə nə verir? 30 verir. 30'un da 6'da 1 hissəsini istədiyinə görə cavabımız olacaq 5. B variantı. Keçirik növbəti suala. Çay boyunca iki körpü arasında məsafə 120 kilometrdir. Kater bu məsafəni axın ilə 5 saata, əks axın ilə 15 saata gedir. Katerin sürətinin rəqəmləri cəmi ilə çayın axma sürətinin cəmini tapın. İndi gəlin baxaq. Məsafə 120-dir. 120-ni bölürük nəyə? 5-ə. Axın ilə 5 saata gedib, olur 24. Yəni kater plus çay bərabərdir 24. İndi əksinə, axın əksinə 15 saata gedir. 120-ni bölürəm 15-ə. Düşür 8. Kater çıx çay bərabərdir 8-ə. Biz belə bir qayda var ki, hər axın ilə var, həm axın əksinə var.
Toplayıb 2-yə bölsək, kater çıxıb 2-yə bölsək, sayın sürəti olur. Toplayıb 2-yə böləndə 24 ilə 8-i toplayıb 2-yə bölsək, bizə 32, 2-yə böləndə 16. Bu oldu kater. 24-dən çıxıb 8-i bölsək 2-yə, 16, 16-nın da 2-yə bölsək 8 olacaq. 8 isə çaydır. Bunun rəqəmləri cəmi bizə verir 7. 7, bu da 8. Çayın sürəti toplasaq bizə nə verəcək? 15 verəcək. Doğru cavabımız olur B variantı. Növbəti sual 4 nömrəli sualdır. Deyir, qabda bir qədər su var idi. 140 litr su əlavə edildi və n qədər su oldu. 60 litr su boşaldıldı. Səndə n bölünsün 5 qədər su qaldı. Əvvəlcə səndə neçə litr su var idi? Deməli, səndəki su x qədər olsun. 140 litr əlavə eləsək buna n qədər olacaq. X qədər sudan da 60 litr çıxsam, yerdə nə qalır? N bölünsün 5 qalır. İndi biz n'in yerinə bu ifadəni yazsaq, yəni x minus 60 bərabərdir. X plus 140 bölünsün 5'ə. Çarpaz bu hissəni 5'ə vuracam. Olacaq 5x minus 300 bərabərdir. X plus 140'a. 5x'dən x çıxanda 4x bərabərdir. 440'a. 300 ilə 140 topladıq. X də bərabərdir 110'a. Bizdən nə istəyirdi? Nə qədər su olduğunu? Cavabımız olur C variantı. Növbəti sual 5 nömrəli sualdır. Deyir, şəhərdən 55 km/saat sürətli avtomobil yola düşür. Bundan 4 saat sonra onun ardınca sürəti 75 km/saat olan ikinci avtomobil yola düşür. İkinci avtomobil birinci avtomobilə çatanda birinci avtomobil eyni sürətlə geri qayıdır. Amma ikinci avtomobil eyni sürətlə yoluna davam edir. Birinci avtomobil şəhərə çatanda ikinci avtomobil də dayanır. Buna əsasən ikinci avtomobilin getdiyi yolun 1/3 hissəsini tapın. Eyni istiqamətli sürət məsələsi olduğuna görə yazırıq necə? 55'i vururam 4'ə. 220 kilometr birinci avtomobil getmiş oldu. 220 gedir. İndi ikinci avtomobildə eyni istiqamətdə getdiyinə görə 75'dən çıxırıq 55'i. Qalır 20. Aradakı fərqi bölürük sürətlər fərqinə. 220'ni bölürəm 20'yə. Düşür 11 saat. Yəni ikinci avtomobil 11 saatdan sonra görüşüblər. Ona çatıb. 11'i vurarıq 75'ə. Olacaq 825. Deyək ki, avtomobil gəlib 825-ci kilometrdə buna çatıb və birinci avtomobil geri qayıdıb. Birinci avtomobil 825 kilometri geri qaydana kimi o da yoluna davam edəcək. Yəni 825'i təzədən biz böləcəyik 55'ə. 15 saat yolda olub bu geri qaydanda. Digər də 15 saat hərəkətdə olub. Yəni 15'i biz bir də vuracağıq neçəyə? 75'ə. Bu bizə verəcək 1125. Əvvəlcə 825 getmişdi. İndi 1125 gedib. Toplasaq 1125 ilə 825'i toplayırıq. Bu bizə verir 1950 kilometr. 1950 kilometrinin də 1/3 hissəsini istəyir. Yəni 1950'nin 1/3 bizə lazımdır. Bu da 3'ə bölsək 650 kilometr olacaq. Cavabımız olacaq B variantı. Növbəti sualımız 6 nömrəli sualdır.
3 ton 2 sentner 450 kilogram çıx 5 sentner 800 kilogram. İndi baxaq. Bunu çevirərik. Əslində hamısının kiloqrama daha rahat olar. 3 tonumuz 3000 kilogram. 2 sentnerimiz 200 kilogram. 450-də qalır yerində. Toplam olur neçə? 3650 kilogram. Və 5 sentnerimiz 500 kiloqramdır. 500, bu da 800. İkisi bir yerdə 1300 kiloqram eləyir. 3650-dən də çıxıram. 1300 kiloqramı qalır 2350 kiloqram. Və 2 ton 3 sentner 50 kiloqram. Cavabımız olur D variantı. Növbəti sualımız 7 nömrəli sualdır. 7 nömrəli sualda bir sinifdəki 30 şagirddən 5-i həm idman, həm də musiqini sevir. İdmanı sevənlərin sayı, musiqini sevənlərin sayının 5-də 2-si olarsa, neçə nəfər yalnız musiqini sevir? Deməli, musiqi və idman. Musiqini sevənlər idmanı, deməli, musiqini sevir. İdmanı sevənlərin sayı, musiqini sevənlərin sayının 5-də 2-sidir. Musiqini 5x qədər adam sevirsə, idmanı 2x qədər adam sevir. Və 5 nəfər ortaqdır. Toplasaq, 5x üzərinə 2x çıx 5, ortaqlar çıxıram, bərabərdir 30-a. 7x bərabərdir 35, x də bərabərdir 5. 25 nəfər, deməli, 5-i 5-ə vuracaq 25, 5-i 2-yə vuracaq 10. Bunlar 25 nəfər musiqini sevəndi, 10 nəfər idmanı sevəndi. Amma yalnızları istədiyinə görə həmin 25-dən 5 nəfərin çıxmalıyıq ortağı. Yalnız 20 nəfər musiqini sevəcək. Cavabımız olacaq A variantı. Növbəti sualımız 8 nömrəli sualdır. 8 nömrəli sualda çevrilmələrə aid olan bir tipdir. Bizə deyir ki, 3 hektar 47 ar üzərinə 13 ar 500 metr kvadrat bərabərdir neçə ara? 1 hektarımız bilirik ki 100 ara bərabərdir. 3 hektarımız olacaq 300 ar. 47 gələcək bura. 13 arda bura gələcək. 1 arımız bərabərdir 100 metr kvadrat. 100 metr kvadrat 500 metr kvadrat 5 ar deməkdir. Hamısını toplasaq olacaq 365 ar. Doğru cavab C variantı. Növbəti sualımız 9 nömrəli sualdır. 915 çıx 2n plus 12 vur 30 böl 3 üzərinə 45 bərabərdir 50-yə. Olarsa 4n minus 8 ifadəsinin qiyməti haqqında doğru fikri seçin. Birinci bunun ifadəni tapaq. Deməli, 50-dən 45 çıxıram, qalır 5. Sonra 5-i 3-ə vuracam, 15. 915-dən də 15-i çıxacam, qalacaq 900. 900-ü 30-a böləcəm, qalacaq 30. Yəni ifadəmiz nə oldu? 2n plus 12 bərabərdir 30-a. 2n bərabərdir 18-ə, n də bərabərdir 9-a. Yeni tapdıq 9. Bu ifadəni yerinə yazsaq, 4-ü vuraram 9-a, çıxaram 8-i. 4 9-un 36, 8 çıxsaq 28. İndi baxa, bu ədəd ən kiçik sadə ədəddən 15 vahid böyükdür. Bu düz gəlmir, yanlışdır. Onluqlar mərtəbə qiyməti 8-dir. Təkliklər mərtəbə qiyməti 8-dir. Ədədin rəqəmləri cəmi 10-dur. 2 ilə 8-in cəmi 10 verir bizə. Doğru cavabımız olur C variantı.
Ədəd sadə ədəddir. Rəqəmləri hasılı 12-dir. Bunlar isə yanlışdır. Cavab C variantı. Növbəti sual 10 nömrəli sualdır. 10 nömrəli sualda bizdən nə istəyir? 8-də 7 litr çıx 150 millilitr üzərinə 4-də 3 litr. Deməli 1 litrimiz bərabərdir 1000 millilitrə. Minin də 8-də 7-sini taparıq. 8-də 7-si bu bizə verəcək 875 millilitr. 875-dən çıxarıq 150-ni. 150-ni. Qalacaq nə qədər? 725 millilitr. Sonra üzərinə nə gələcək? 4-də 3 litr. Yenə 1 litrimiz 1000 millilitrdir. 1000-in 4-də 3-ünü taparıq. 1000-i 4-ə bölüb 3-ə vursa, bu da eləyir 750 millilitr. 750 ilə 725-i toplayarıq. 725 üzərinə 750. Nəticə bizə nə verməlidir? 1475 millilitr. Bunun da çevirməsini aparsaq 1 litr 475 millilitr. Cavabımız çevirmə aparmadan da yazılıb. Elə C variantını götürərik. Növbəti sualımız 11 nömrəli sualdır. 11 nömrəli sualda nə deyir? Həsən evdən 7:30-da çıxıb 8:00-da məktəbə çatır. O hərəsi 45 dəqiqə olan 7 dərsdə oldu. Dərslər arasında 5 dəqiqə fasilə var. Həsən dərsi bitdikdən sonra evə qayıtdı. Əgər birinci dərs 8:10-da başlayıbsa, Həsən saat neçədə evə çatar? Deməli, 7:30-da bu adam evdən çıxır, məktəbə gedir, 8:00-a çatır məktəbə, 8:00. 30 dəqiqə buradan götürərik. Hərəsi 45 dəqiqə olan 7 dərsi var. 7-ni vurursan 45-ə. 315 dəqiqə. 7 dərsdirsə, hər 7 dərsin fasilələri 6 dərsdir. 6-nı vururuq 5-ə. Bu bizə verir 30 dəqiqə fasilə. Sonra deməli 30 dəqiqə əvvəldən 30 dəqiqə buradakı 30 üzərinə 315 dəqiqə dərs 30 dəqiqə fasilə bir də gediş 10 dəqiqə aradakı 8:00-dan 8:10-a qədər olan zaman 10 dəqiqə. Bir də üzərinə gəlinsin. Bir 30-umuz gəliş idi. Bir də üzərinə 30 dəqiqə gəlsək gediş olacaq. Çünki getməyi də bizə lazımdır gediş. Aha. Bu olacaq 345, 375, 385, yazıram bura 385, bir də 30 dəqiqəni gəlsək, 5, 11, 1 yazarıq, bir yadda 415 dəqiqə və biz bu 415 dəqiqəni çevirməliyik nəyə? Saata. 415 dəqiqəmizi saata çevirsək 6 saat 55 dəqiqə eləyir. Bura qədər məlumdur. Və səhər evdən çıxan zamanın üstünə evdən çıxıb 7:30-da üzərinə də 6 saat 55 dəqiqəni gəlirik. 30 ilə 55-i toplasaq 1 saat artıq verəcək oradan. 25 dəqiqəni buradan götürərəm. 1 saat yadda saxlayıram. 6, 7, 13, o da 1, 14. 14, 25-də evə çatacaq. Cavabımız olacaq B variantı.
Növbəti sualımız 13 nömrəli sualdır. Deyir malın 30%-nin qiyməti 40% artırdılar. 30%-nin qiymətini 20% azaltdılar. Qalan hissəsini isə dəyişmədilər. Malın ümumi qiyməti necə dəyişdi? Biz malımızı qəbul edirik 100%. Bunun 30%-ni götürürəm. Bir də 30%-ni götürürəm. Birinci 30%-nin 40%-ni artırırıq. 30'un 40%'ni tapırıq, 100'ə bölürük. Bu bizə verir 12. 30'un üzərinə gəlirəm 12. Elədi 42. Digər 30'u götürürəm, 20% azaldıram. 30'un 20%-i bizə verir nə? 6. 30'dan da çıxıram 6-nı. Qalır 24. İndi məlum olanlar nədir? 42, 24. Toplasaq 42 ilə 24'ü. Bizə verir 66. Malımız 100 idi. 30'un götürdük, yerdə qalıb 40'ı. İndi 66 ilə də toplayarıq 40'ı. Bizə verəcək 106. Amma biz 106'nı götürə bilmərik. Niyə? Faiz həmişə 100 qəbul eləmişik. 100'ü çıxarıq, qalacaq 6%. 6% artmış olacaq. Çünki əvvəl 100 idi, indi oldu 106. Deməli 6% artmış olacaq. Növbəti sualımız 13 nömrəli sualdır. 13 nömrəli sualda bizdən nə tələb edir? Deyir ki, düzbucaqlının perimetri 60 santimetrdir. Bu düzbucaqlının perimetri 20 santimetr olan kvadrat kəsib ayırdılar. Yerdə qalan fiqurun sahəsini tapın. Bir düzbucaqlı götürək bu qaydada. Buradan deyək ki, kəsib kvadrat götürmüşük. Perimetri 20'dir. Kvadratın perimetri 20-dirsə, 20'ni bölərəm 4'ə, tərəf düşəcək neçə? 5. Bura deməli 5 olub, n. Burada 5 olub, bura x olub. İndi düzbucağın perimetrinə bərabər eləyərik. Uzunluq nədir? X plus 5. N isə 5 olaraq qalır. Və 2'yə vursaq bizə 60 verir. X plus 10 bərabərdir 30'a. X də bərabərdir 20'yə. Kəsiləndən sonra x-imiz olacaq necə? 20. N dəyişmir 5. 20 ilə də 5'in hasili sahəni istəyir. Bizə olacaq 100. Deməli cavabımız olacaq C variantı. Növbəti sual 14 nömrəli sualdır. Bu da həndəsə bölməsinə aiddir. Deyir ki, uzunluğu 8 metr, eni isə 5 metr olan otağın döşəməsinə hər tərəfdən 70 cm məsafə saxlamaqla xalça sərildi. Xalçanın perimetrini tapın. Otaq bu qaydadadır. Hər tərəfdən deməli 70 cm kəssək, bunu çevirərik santimetrə, bura olar 800, bura olar 500. 70 santimetr kəsiriksə, 800-dən 2 dənə 70'i çıxacaq. Və bu bizə qalacaq neçə? 660. 500-dən də 2 dənə 70'i çıxırıq. Çünki hər tərəfin payına 2 dənə 70 düşür. Bu da 360 olur. Və perimetrin, xalçanın tərəflərini tapdıq, perimetri istəyir. O zaman 660'ın üzərinə 360'ı gəlirik, vururuq 2'yə. Bu bizə verir 20.000, 2040 santimetr. Bunu da metrə çevirsək, olacaq 20 metr 40 santimetr. Cavabımız olacaq B variantı. Növbəti sual 15 nömrəlidir. Deyir kvadratın daxilinə kənarları toxunan çevrə çəkildi. Kvadratın perimetrinin 2 misli ilə çevrənin radiusunun 4 mislini çıxsaq 72 santimetr olar. Kvadratın sahəsi neçə santimetr kvadratdır? Bir kvadrat çəkirik. Bunun daxilinə çevrə. Kənarları toxunursa buranı x qeyd eləsək, kvadratın tərəfi olacaq 2x. Yəni radiusun 2 misli diametrdir. Və indi baxaq. Deyir
kvadratın perimetrin 2 misli. Bunun perimetr tərəfi 2x-dirsə, perimetri olacaq p bərabərdir 8x. 8x-in də 2 misli 16x verir. 16x-dən radiusun 4 mislini. 4x-i çıxsaq, olacaq 72. 16x-dən 4x çıxanda 12x bərabərdir 72-yə, x də bərabərdir 6-ya. 6-nı 2-yə vursaq, kvadratın tərəfi olur 12. 12-ni də 12-yə vursaq, olacaq 144. Cavabımız olur C variantı. Növbəti sualımız 16 nömrəli sualdır. Kubun tam səthinin sahəsi 486 cm kvadratdır. Kubun həcmini hesablayın. Biz bilirik ki, kubun tam səthinin sahəsi necə tapılır? Kubun tam səthinin sahəsi 6a kvadrat ilə tapılır. Bərabərdir 486-ya. 486-nı 6-ya bölsək, a kvadratı olacaq neçə? 81. A özü bərabər olacaq 9-a. Həcmin indi axtarırıq, hesablayırıq. Həcm V bərabərdir A kub. Yəni 9 vur 9 vur 9. Bizə verəcək 729 santimetr kub. Cavabımız olur D variantı. Növbəti sual 17 nömrəli sualdır. Deyir ki, 83.558 ədədini minliklərə qədər yuvarlaqlaşdırdıqda 84.000 alınar. Buna görə n neçə natural qiymət ala bilər? Baxırıq ki, 3-dən sonra yuvarlaqlaşdırma baş verir. 3-dən sonra 5 gəldiyinə görə artım verir, olur 84.000. Və 84.000. N'in bu hissəyə heç aidiyyəti yoxdur. N'in yerinə biz nələr yaza bilərik? Bütün rəqəmlərimizi 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 yaza bilərik. Amma deyir ki, neçə natural qiymət ala bilər? Natural qiymət dediyinə görə 0-ı silirik. 9 qiymət alacaq. Cavabımız olacaq C variantı. Növbəti sualımız 18 nömrəli sualdır. Deyir ki, 12 natural ədədin cəmi 65-dir. Bu ədədlərin hasili ən az neçə ola bilər? Burada müxtəlif sözü işlətmədiyinə görə biz hasilin az olması üçün ədədləri natural ədədlərin 12-sin 11-in 1 götürəcəyik və digərin 65-dən çıxacağıq. 11 dənə 1 yazsaq, 1 plus 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Üzərinə x bərabərdir 65. X də bərabərdir 65-dən 11-i çıxsa, qalacaq 54. Yəni 11 dənə 1-i və 54-ü bir-birinə vursaq, hasil nə verəcək? 54 verəcək. Bunun hasili ən az neçə olar? 54 olacaq. Keçirik növbəti suala. 19 nömrəli sual. Deyir ki, A krantı hovuzu 12 saata doldurur, B krantı 18 saata doldurur. İkisi birlikdə 4 saat açıq qaldıqdan sonra A krantı bağlandı, B krantı hovuzun qalan hissəsini neçə saata doldurar? Baxaq. A-nın 12 ilə 18 üçün ortaq bölən 36 gətirirəm. 36-nı bölürəm 12-yə. A krantının gücü 3-dür. Bunun qarşısında A yazıram. 36-nı bölürəm 18-ə. Bu 2 eləyir. B krantının gücü 2-dir. İndi ikisi birlikdə 4 saat açıq qalıb. Yəni 3 ilə 2-ni toplayıb vururuq 4-ə. 5, 5-i 4-ə vuranda 20. 20 litr bunlar doldurub. Yəni işimiz nə idi? 36 idi. 36-dan 20-si gedib qalıb 16. Həmin 16-nı B krantı doldurmalıdır. B-nin də gücü 2-dir. 16-nı 2-yə bölürük 8. Doğru cavabımız olur B variantı. Növbəti sualımız 20 nömrəli sualdır. 20 nömrəli sualda
bizdən nə istəyir? Deyir, avtomobil birinci gün bütün yolun 5də 2-sini gedir. İkinci gün qalan yolun 4də 1-ni gedir. Üçüncü gün qalan yolun 3də 1-ni gedir. O dördüncü gün 84 kilometr yol gedir və bütün yolun uzunluğunu tapın. Burada qalan hissələrlə biz yola çıxacağıq. 5də 2-sini gedibsə 5də 3-ü qalıb. 4də 1-i gedibsə 4də 3-ü qalıb. 3də 1-i gedibsə 3də 2-si qalıb. Və nəticədə 84 kilometr qalır sonuncu günə. Bu 3-lər gedir. 4 ilə 2 ixtisar gedir. 2 qalır. Olur neçə? 10-da 3 hissəsi 84 olan ədəd tapırıq. 84-ü bölürük 3-ə 28. X də bərabərdir. Onu 28-ə vursaq 280 kilometr. Cavabımız olacaq C variantı. Suallarımız bu qədər. Sağ olun, salamat qalın.